Sələflərin gözəl bir sözü var. Deyir, günah sənin gözündə böyüdükcə Allah qatında kiçikləşir. Sənin gözündə günah böyüdükcə Allah qatında kiçikləşir. Sənin gözündə günah kiçikləşdikcə Allah qatında böyüyür. Kim deyə bilər cavabı nədir, səbəb nədir? Çünki kimə qarşı söhbətdən gedir. Yəni sən günah elədin, o günahı papazı görsən. Deməli onu bazı görsən elə. Allahu akbar. Allahu akbar lillahilhamd. İndi sən günah elədin. Dəhşətli günah deyil yəni. Bir qələt elədin, pis yerə girdin, baxdın, çıxdın. Elhamdülillah zinaya baş olmur, livata düşməmsən. Düzdür, gör, günahdır, böyük günahdır. Amma ondan da deyil də. O həlak edən, şallaq vacib eləyən, həd vacib eləyən, rəcim vacib eləyən, cəhənnəm oduna yummanmış təmizlər, onlardan da deyil də. Bildin necə? Sübh namazına gəlib imam arxasında qılmaq da öz-özünə silinir. Elə günahlardandır. Allahu akbar. Çoxsu sübh namazını qədrini bilmir. Sübh namazına gəlsə imamın arxasında namaz qıldın, avtomatik silinir. Sübh namazının fəzilətinə görə. Allahu akbar. İndi təzəvvürlə o günah eləmirsən. İndi o günahı şeytan sənə bacı göstərir. Hə, nə olsun? Baxmısan da. Elə bilsən sən təksən. Bütün əxlər baxır. Elə vəsvəsə verirsən. Bütün əxlər baxır. Bütün insanlar baxır. Bütün uxtilər baxır. Bütün hamı onu eləyir. Elə bilsən sən təksən. Ona mənim salmadığım yoxdur sıramızda. Sizin hamımız ona salmışam. O günaha girmək yoxdur. Eşidirsən. Elə bilsən sən ağıllısan. Nə var ki burada? Balaca şeydir. Heç üzülmə. Hər şey yaxşıdır. Allah Gafur, Rahim, Kerim. Bu şeytandandır vəsvəsə. Bu vəsvəsə şeytandır. Deyir, məhmə sağır indəkə zənbu kəbura indəllah. Günah sənin gözündə balacalaşdıqca, balaca göründükcə Allah qarşısında böyüyər. Məhz bu günah həlak edicidir. Bu günah həlak edir. Günah sənin gözündə böyüdükcə, nə edir? Allah qatında kişilər. Əksinə.